qırılma anı dəyişikliklər olandan sonra oldu. Qurbanov niyə Nərimanı oyuna saldı? Valla mən dünən sosial şəbəkədə də hətta hesab 2-1 idi. Nəriman bəlkə də çıxıb qol vuracaqdı. Amma Nəriman oyuna çıxan kimi baxa bilərsiniz, mən sosial şəbəkədə də belə bir post yazdım ki, görəsən Nəriman kimin adamıdır ki, Qurbanov bunu inadla hər oyuna salır. Düzü burada qırılma anı siz demişkən məhz həmin an idi. Baxmayaraq ki, əhəmiyyətli bir şey baş verməmişdi meydançada. Sadəcə Qurbanov hücumçunu hücumçuya dəyişmişdi və nəzərə alsaq ki, ehtiyatda Nərimandan başqa hücumçu yoxdur. Belə baxanda məntiqli idi, amma digər tərəfdən sən əgər 2-1 hesabı ilə öndəsənsə, sənə heç hücumçunu hücumçuya dəyişməyə böyük ehtiyac yoxdur. Hücumçunu yarım müdafiəçiyə və hətta müdafiəçiyə dəyişib arxanı möhkəmləndirmək lazımdır ki, qol buraxmayasan. Üçüncünü vurmaq olar, amma heç olmasa qol buraxmayasan ki, oyunu qələbə ilə başa vurasan. Siz demişkən, məncə də oyunun qırılma anı həmin o 2-1 hesabda öndə olarkən Nərimanın meydançaya buraxılması. Nərimanın meydançaya daxil olması digər futbolçuların ruh düşkünlüyünə səbəb oldu sizcə? Yox, mən hesab eləmirəm. Yəni ki, Nəriman özünə zabit etdi, digər oyuncular özlərinə zabit etdi. Bu peşəkar futbolçulardır. Bunların məqsədi heç də necə deyim, biz azarkeşik də. Biz oturub baxırıq, bugün Qarabağa azarkeşlik eləyirik. Sabah Avropada Neftçi oynayanda Neftçiyə azarkeşlik eləyirik. Azərbaycan millisi oynayanda milli komandaya azarkeşlik eləyirik. Amma futbolçu bugün Qarabağdadır, özünü yaxşı tərəfdən göstərməyə çalışır ki, Çempionlar Liqası da Ajaxla oynayır. Bunu Avropada da izləyirlər, bütün digər məşqçilər də izləyirlər, seçim işlərinə baxan insanlar da izləyirlər və təbii ki, daha yaxşı klublara, daha yaxşı maddi şərtlərlə keçməyə ümidli adamlardır bunlar. Yəni ki, karyeralarını Qarabağda bitirməyi hər halda əsasən də legionerlər hesablamırlar. Ona görə mən düşünmürəm ki, Nəriman çıxdı, bunlar oynamadılar. Elə bir şey. Məncə imkan yox. Ajax 3 qələbə xaldı, 3 xalı bizdən qazandı. Deyə bilərik ki, Ajaxın baş məşqçisi bizim oyunları yaxşı analiz eləmişdi. Yox, bilirsiniz necədir? Mən yenə milli komandadan misal gətirəcəm. Çünki bizdə futbol hal-hazırda 2 hissəyə bölünüb də, milli komanda və Qarabağ. Çünki bizi dünya miqyasında təmsil edən ancaq bu iki komandadır hal-hazırda. Azərbaycan millisi məsələn, belə deyək də, seçmə mərhələdə San Marino, Liechtenstein kimi komandalara düşəndə biz onlara 3 xal gözü ilə baxırıq. Onlar da bizə 3 xal gözü ilə baxırlar. Çünki udacaqları dünyada 2-3 komanda varsa biri Azərbaycandır potensial baxımından. Və Qarabağda dünən həmçinin elə idi. Elə mən dünən səhər də onu qeyd eləmişdim. Oyunun başlamağına bir elə 10-12 saat qalırdı ki, biz Ajaxa 3 xal gözü ilə baxırıqsa, Ajax da bizə ilk 3 xal gözü ilə baxır. Çünki Ajaxdır. Yəni ki, Avropada sözünü demiş, tanınan, çox nüfuzlu komandadır. Yəni ki, ola bilsin ki, bu il oynaya bilmir, oyunları gətirmir və dünənə qədər 0 xalla axırıncı yerdə idi. Dünən ilk qələbəsini qazandı Azərbaycanda. Ajax, yəni durub, dünən hətta mənə bir nəfər dostlarından biri yazmışdı ki, Ajaxın motivasiyası yoxdur, oynamayacaq və yəqin ki, Qarabağ qalib gələcək. Mən də cavab vermişdim ki, Ajax kimi komandalar motivasiyasız meydançaya çıxmır. Onlar hər oyuna qələbə üçün çıxırlar. Yəni, həmin oyundan sonra axırıncı yerdə olmaqları yəqinləşsə belə, onlar qələbə üçün çıxırlar. Çünki bu komandalarda başqa cür olmur. O bizdə ola bilər. Dünən Arif Əsədov da onu oyundan əvvəl müsahibəsində bildirmişdi, millinin keçmiş məşqçisi ki, bizdə əsas problemlərdən biri futbolçuların mental motivasiya problemidir. Yəni ki, biz oynaya bilərik, biz üstünük, biz yaxşıyıq. Belə motivasiya bizimkilərdə psixoloji baxımdan zəifdir. Amma Ajaxda tam tərsidir. Onlar 0 xalla 36-cı yerdə olsalar da meydançaya qələbə üçün çıxırlar və hardasa alt şuurda Qarabağdan daha üstün olduqlarını dərk eləyirlər. Və oynayırlar da, nəticə də əldə eləyirlər. Yəni, ona görə də mən hesab edirəm ki, dünən gözlənilməzlik oldu.
əslində qanunauyğun nəticə idi. Yəni biz bu dünənə qədər olan turnir cədvəlinə baxmasaydıq, Qarabağ Ayaks, yəni ağlı başında olan 10 nəfərdən 7-si deyək ki, Ayaks olardı, yəqin ki. Dünən də yəni ki, nə olacaqsa oldu. Qarabağ müdafiəsində buraxılan əsas səhvlər nə idi? Qarabağın dünən taktikası düzgün deyildi. Yəni biz əgər baxsaq bundan əvvəlki son oyunlara, harada ki Mustafazadə tutaq ki, qapıçıdan da çox top qaytarırdı, özünün bütün topların qabağına atırdı. Çünki arxada oturmuşdu, köklənmişdi arxada oturmağa. Lap elə Napoli ilə oyunda olsun, harada ki, məsələn, biz üst top buraxdıq, amma Kohalskinin oyunu və müdafiə olmasaydı, bəlkə bir 10 dənə qol buraxardı. Mənə gəlir ki, dünən sadəcə Qarabağda müdafiə yox idi. Müdafiə yox idi, çünki komanda bütünlüyü ilə hücuma köklənmişdi. Və Ayaksla sözünəsə bu cür açıq oyun Qarabağ üçün ölümə bərabər bir şeydir. Çünki Ayaks kimi komanda, sürətli komandalarla fiziki hazırlıqlı oyuncular var olan, yəni fikir versəz siz əvəzə çıxan oyuncuları haradasa Qarabağın oyuncularından bir baş, iki baş hündür idilər, canlı idilər. Yəni fiziki cəhətdən çox hazırlıqlı komandadır və Qarabağın müdafiəsi sadəcə olaraq geriyə çəkilməyə çatdırmırdı və çox qəşəng əks hücumları keçib qol vurdular və səhər qollara baxsaq, 4-cü qolu ümumiyyətlə gəzə-gəzə vurdular. Heç qaçmadılar Ayaksın hücumçuları, gəzə-gəzə vurdular çünki müdafiədə heç kim yox idi və heç kim özünü topun qabağından tam da yox idi. 4-cü topu vurdular, çox rahat vurdular. Müdafiədə ən zəif Bəhlul'la Elvin deyə bilərik. Yox, mən Bəhlula zəif demirəm. Bəhlul indiyə kimi Azərbaycanlı futbolçular arasında, yəni Qarabağın Azərbaycanlı futbolçular arasında ən belə özünü fəda etmiş oyuncudur. Ola bilsin, dünən taktiki baxımdan düzgün ayarlamamışdı oyun məşqçilər tərəfindən və hesab edirəm ki, Bəhlul hansısa bir problemi var idi. Elvin də yaxşı futbolçudur, Elvin çılğın futbolçudur, yaxşı futbolçudur. Amma dünən yəni konkret futbol, hansısa futbolçunu günahlandırmaq ki, buna görə oyun alınmadı mümkün deyil. Dünən məşqçilər uduzdu. Qarabağın uşaq futbolundakı mövcud problemlər yeni futbolçuların yaranmasında, yetişməsində problemlər yaradır? Qarabağın uşaq futbolundan danışanda mən lap uşaqları nəzərdə tuturam. Məsələn, 19 yaşlar dünən gördük, oyunun özünə, əsas oyuna bir 6-7 saat qalmış 19 yaşlar oynadılar və 8-0 uduzdular. Və mənə ən maraqlı gələn o idi ki, biz indiyə qədər deyirdik ki, Qarabağın əsas heyəti legionerlərin hesabına Avropada nəsə eləyə bilir. İndi gənclərdə legioner yoxdur, hamısı özümüzküdür. Ona görə o cür. Amma dünən maraqlıdır ki, Qarabağda hücumçu 19 yaşlarda da legioner idi. Yəni artıq 19-da da legionerimiz var, amma yenə də ortada bir şey yoxdur və Qurban Qurbanov özü də oyundan sonra buna münasibətini bildirdi ki, 4-5 ildən sonra bizi çox ağır perspektivlər gözləyir əgər 19 yaşlarımız bu cür oynayacaq. Komandamız nəyini düzəltməlidir ki, gələcək oyunda Frankfurta qalib gələ bilsin? Nəyi düzəltməlidir? Komanda əgər Frankfurtda qalib gəlmək istəyirsə, ən azı qalib gəlməyəcəyini düşünməlidir. Çünki fikir verirsinizsə, Qarabağ kimi komandalar, ümumiyyətlə Qarabağ özü, ondan heç nə gözləməyəndə nəsə eləyə bilir. Yəni, Benfica ilə oyunda Qarabağdan heç kim heç nə gözləmirdi. Start oyunu idi Benfica'da, Benfica meydançasında, Lissabonda, Portuqaliyada biz nə edə bilərdik. Və 15 dəqiqə artıq hesab 2-0 olanda hamımız bilirdik ki, onsuz da nə gözləyirdiksə o da olacaq. Sonradan gəldilər, bunlardan heç kim heç nə gözləməyən anda qalib gəldilər. Və yaxud da Chelsea ilə oyunda heç kim heç nə gözləmirdi, bir xal qopardılar. Amma dünən hamı Qarabağdan qələbə gözləyirdi, uduzdular. Yəni ki, mənə elə gəlir ki, Frankfurtdakı oyundan heç nə gözləməsək bəlkə nəsə alınar. Amma belə soyuq ağılla fikirləşəndə Eintrachtla Qarabağ Almaniyada maksimum bəlkə HSS-yə nail ola bilər. Özünü dünənki kimi oynamasa, daha normal oyun göstərirsə, Chelsea ilə oynadığı kimi oynasa,
o da biraz problemli olacaq, çünki hardasa oyuna bir aydan çox qalıb, 40 günə yaxın vaxt qalıb oyuna və Qarabağın qış tətilinə düşür oyun. Bizdə milli çempionat təəssüf ki, yanvar ayında olmur, amma Almaniyada çempionat davam edir. Yəni Eintracht formada olacaq, bizimkilər formada olmayacaq. Oyun Almaniyadadır və Eintrachtda da xal lazımdır. Mən hesab edirəm ki, uzağa heç şeyə nail ola bilər, ümid eləyə bilərik. O da Qarabağa heç nə verməyəcək, çünki 8 xal ilk 24-də düşmək üçün çox azdır.